Dostlar 4 dəqiqə 10 dəqiqə 4 dəqiqə gələcək. Açıl susam açıl. Amma səhər-səhər bütün əsəbimi korlandı. Səhər-səhər bütün əsəbimi korladılar da. Necə enerjim var idi. Çıxana kimi toparlayacağım da sinifələ. Evlə danışım. Bu hissədə sizə hansı kino tanış gəlir? Sağ olun. Bax belə, oğlandır, sıra və Əhməd. Yüngül yerə sən kimi hamısı dağılır, tökülür. Sana bardak çay alayım. Buyurun. Tamam. Evet buyurun. Pardon, sıcak çay var, sıcak çay var. Vaxtında çıxa bildim oradan. Siz bilirəm ki, bir çoxları bunu bilmir. Bəlkə də Türkiyədə bunu bilməyənlər var. İmkanlı və nüfuzlu ailə olublar, ancaq uşaqları olmuyor. Və onlar da sərvətinin başqa yerlərə getməmək üçün qərar veriblər ki, bura yəni imkanı olmayan xanımlar, kasıb xanımlar, yəni belə bir şeyin olmağı həqiqətən mənə təsir elədi. Orada getdim, onu tapa bilmədim. Sonra dedim yəni niyə siz icazə vermişsiniz ki, bu çəkiliş eləsinlər? İşlərinə, çörəklərinə niyə bahis olub ki? Yəni tarixi torpaqlardır. Həqiqətən qürur vericidir, görmək lazımdır. Amma imkan varsa həqiqətən də bunu ertələməyin. Əsasən gənclərə deyirəm. Bu arada belə yolları keçəndə həmişə ehtiyatlı olun burada. Və həyat çox sürətli axır. Burada həyat sürətli axır üçün də Yeşilcan filmləri buralarda çəkilibdir hamısı. Belə, getdik.